Bizə bir millətdə bizim natamamlıq kompleksimiz var. Bizə elə aşırıldılar ki, biz yahudilərə, Azərbaycanlılar, biz borçluyuq. Biz yahudilərə bir, Avropa pulla almışıq. İki, İsrail deyə bilərsiniz ki, hamıya satmır. Bəli, bizə satıb. Amma bizə də öz dövlət milli maraqlarına görə satıb. Elə belə yox. Ona qalsa, Azərbaycanda əsrlərdir yahudilər yaşayır. Yahudilər Azərbaycanda İsrailin özündən daha təhlükəsiz özlərini hiss edirlər. İndi kimin bizə borcu var? Onların bizə yoxsa bizim onlara? Bir-birə baxanda biz daha çox minnət qoya bilərik İsrailə. Gör kimi yahudi yaşayır, başında kipa məktəbinə də gedir. Biz də ona öz uşaqlarımıza icazə vermirik. Təzə bir problem açmış olmayır. Yəni demək istəyirəm, bizim yahudilərə borcumuz yoxdur, amma bizə bir kompleksimiz var. Ukraynalılara borc bilirik dəstək verməyə, amma müqayisə götürsən 30 ildə Ukrayna Azərbaycana nə dəstək verib ki? Amma biz yox, biz hamımız, hələ ki bizim borcumuzdur Ukraynaya dəstək verməyə. Borcumuzdur İsrailə dəstək verməyə. Borcumuzdur Gürcüstana dəstək verməyə. Gürcüstanda borçalıda Türk dilində danışmayanları basıb döyürlər, amma biz hökmən Gürcüstanın yanında olmalıyıq. Bu bizdə həm də bir millətdə kompleks var, natamamlıq kompleksi. Biz bundan qurtulmalıyıq. Biz bilmər, biz Yahudi, nə Yahudiyə borcumuz yoxdur, nə Ukraynalıya, nə Gürcüyə, nə Rusa, nə Botsvanalıya, nə Mazambikliyə. Bu bir. İkinci, biz millət olaraq da ən azı onlar qədər milləti, onlardan da böyük milləti, amma ən az indi mən burada görünməyim, nasist görünməyim deyə belə deyirəm. Amma bizdə bilirsiniz bu, çünki 30 ildir televizor açırsan, televizorda təbii ki bu ailə kişi arvad məsələləri olanda ideoloji təbliğat getməyib. Biz dövlət ideoloji təbliğat aparmayıb. Bizdə belə bir vəziyyət yaranıb. Xalq bu vəziyyətdə, televiziya kanallarımız bu vəziyyətdə, sosial media bu vəziyyətdə. İndi deyirik, neyiniyək? Bu vaxtında bunları etmək lazımdır. Amma yenə gec deyil, edə bilərik.